Yaxın vaxtlarda Qazaxıstan Müdafiə Nazirliyinin arsenalına milli qəhrəman Hökümə Əliyevanın adını daşıyan döyüş sanitariya maşını daxil ediləcək. Bu zirehli texnika döyüş şəraitində yaralıların təxliyəsi və ilkin tibbi yardım göstərilməsi üçün nəzərdə tutulub. Güllə və qəlpələrdən qoruyucu zirehli korpusa malik. Bu texnikanın dairəvi işıqlandırma sistemi əsasında qaranlıqda və istənilən hava şəraitində manevr etmək imkanı var. Миротворческого контингента уже выполняет свою миссию. Biz bu zirehli maşının istehsalını bu il tam həyata keçirməyə başlayacağıq. Əlbəttə, bizim rəhbərlik bu zirehli sanitar maşına azalan məxsus sərnişin təyyarəsinin qəhrəman bələdçisi Hökümə Əliyevanın adının verilməsi qərarına gəldi. Çünki bu zirehli tibbi yardım maşını da insanların həyatının qurtarılması üçün nəzərdə tutulub. Чтобы машину, которая также спасает жизни, назвать в честь национального героя Азербайджана. Это боевая машина, которая была переоборудована. Bu zirehli maşından bütün silah növlərinə aid olan hissələr çıxarılaraq yaralıların daşınması üçün uyğunlaşdırılıb. Eyni zamanda ilkin tibbi yardım göstərilməsi üçün əlavə tibbi cihazlar da yerləşdirilib. Təbii ki, salonun işıqlandırılması üçün də detallar quraşdırılıb. Çox davamlı olan zirehli maşın magistral yolda saatda 80 km sürətlə hərəkət etmə qabiliyyətinə malikdir və 600 km məsafəni bir dəfiyə qət edə bilir. Maşının ümumi çəkisi 13,5 tondur və 16 tona dək yük götürə bilir. Çox etibarlı texnikadır. Aviaqəzadan dərhal sonra zavodun rəhbərliyi təyyarədəki sərnişinlərin xilası üçün son nəfəsinədək əlindən gələni əsirgəməyən bələdçi Hökümə Əliyevanın adının bu zirehli sanitar maşına verilməsi qərarına gəldi. Данная машина может преодолевать дистанцию до 600 километров при скорости 80 километров в час по шоссейной дороге. Qazaxıstan Müdafiə Nazirliyi bu sanitariya maşınını döyüş şəraitində sülh məramlı missiyalarda və humanitar əməliyyatlarda istifadə etməyi planlaşdırır. Bu da hərbçilərin və yaralıların etibarlı tibbi təminatını təmin edəcək.